Bura Təbrizdir, Mahur və Mahanın qətliqahıdır. 90 gündə Təbrizin zəfəraniyəsindən o soyuq günün üstündən keçir. Oradakı evin tamamı mələklərin başının üstünə tökülmüşdü və onların arzuları bu cinayətin altında qalmışdı. O dəhşət anında hamı bu dünyanı tərk eləyəndə ana qaldı. Tək başına, o ürəyi ilə ki, nə tək özünə, bəlkə bütün İran üçün atırdı. O Zeynəb təkin viranlıqlar arasında durdu və ağlamaq yerinə meydan oxudu. Biz bir qarış toprağımızdan da vermərik. Bu torpaq hələdir ki, Səttarxan və Zeynəb Paşanın qeyrətini göstərir. Bura Təbrizdir. O şəhər ki, Ələmdar Kərbəlaya tutunub, evladlarının dağını sinəsində gizləyir ki, düşmən müqabilində diz çökməsin. Məgər olar ki, Mahurların və Mahanların təmiz və pak qanı ilə sulanmış bu torpaq Epstein vəhşilərinin zülüm fırtınası ilə lərzisin. Biz dayanmışıq bir imanla Pulat kimi bu 90 gün ərzində İranın Təbrizi evladlarının matəmindədir.